Salam əziz uşaqlar. Fosillər və fosil yanacaqlar mövzusuna aid ev tapşırığına baxaq. Boşluqlara uyğun ifadələri yazın. Fosillərdən yarandığına görə neft, təbii qaz və daş kömürə həm də fosil yanacaqlar deyilir. Yanacaqlar kimyəvi enerji mənbələridir. Onlar yanarkən kimyəvi enerjiləri istilik və işıq enerjisinə çevrilir. Fosil yanacaqların gələcəkdə tükənmə ehtimalı var və bu yanacaqlar bərpa olunmayan enerji mənbələri adlanır. Neft və təbii qazın yaranma mərhələlərini ardıcıllıqla nömrələyin və hər bir mərhələdə nə baş verdiyini izah edin. 1. Məhv olmuş bitki və heyvanların qalıqları okeanın dibində toplanır. 2. Vaxt keçdikcə bitki və heyvan qalıqları qum ilə və lil qatları ilə örtülür. 3. Lil və qumla örtülən qalıqlar milyonlarla il ərzində neft və təbii qaza çevrilir. 4. İnsanlar dəniz və okeanlardakı neft və qazı çıxararaq istifadə edirlər. Fosil yanacaqlara dair ifadələri Eyler-Venn diaqramının uyğun hissələrinə yazın. A. Bitki qalıqlarının istilik və üst qatların ağırlığının təsiri ilə bataqlıq ərazilərdə fosilləşməsi nəticəsində yaranır. Daş kömür. Bu yanacaq bərpa olunmayan enerji mənbəyidir. Həm təbii qaz, həm də daş kömür. Bu yanacaq uzun illər yerin dərin qatlarında toplanan fosillərin istilik və üst qatların ağırlığının təsiri nəticəsində çevrilməsindən yaranır. Təbii qaz. Bu yanacaq növü həm qurudan, həm də dəniz və okeanlardan çıxarılır. Bu da təbii qazdır. Doğru və yanlış ifadələri işarələyin. Fosillərdən yarandığına görə neft, təbii qaz və daş kömürə həm də fosil yanacaqlar deyilir. Doğru. Fosil yanacaqlar ölmüş canlıların yumşaq toxumalarının torpağa qarışmasından yaranır. Yanlış. Fosil yanacaqlar bərpa olunan enerji mənbələri adlanır. Yanlış. Yanma prosesində yanacağın kütləsi azalır. Doğru. Daş kömür bitki qalıqlarının istilik və üst qatların ağırlığının təsiri ilə bataqlıq ərazilərdə fosilləşməsi nəticəsində yaranır. Doğru. Diqqətinizə görə sağ olun.